Salam uşaqlar. Bugünkü mövzumuz aldehidlərdir. Biz sizdən üzvü kimyada funksional qrup olan bir çox üzvü kimya maddələri tanıdıq. Spirtlər, çox atomlu spirtlər, fenollar, aldehidlər və ketonlar. Bugün aldehidləri keçib, daha sonra isə ketonları sizə izah edəcəyim. Aldehidlər haqqında biraz danışaq. Aldehidlərdə demək olar ki, uşaqlar əsas funksional qrup COH və qısa şəkildə CH2O qrupudur. Karbon atomu 2 qat reaktivli oksigenlə birləşmişdir və 1 qat reaktivli hidrogenlə əlaqələndirilib. Söhbət bugün gedir doymuş alifatik aldehidlərdən. Alifatik aldehid açıq zəncirli deməkdir. Və alifatik aldehidlərdə alkil radikalı aldehid qrupuna alkil radikalı birləşir. Alkil radikalı ya el ilə göstərilir və ya CNH2+1 alkil formülü ilə ifadə edilir. CNH2+1-ə metil, etil, propil, daha sonra uşaqlar izopropil, daha sonra uşaqlar butil, daha sonra izobutil, ikili butil, sonra üçlü butil kimi pentil və s. radikalların misalı göstərə bilərik. Aldehidlər doymuş, doymamış və aromatik aldehidlər olur. Doymuş aldehidlərdə gördüyünüz kimi aldehid qrupuna ilk öncə hidrogen, digər hallarda isə doymuş alkil radikallar birləşir. Doymamış radikallara, aldehidlərə misal olaraq bir dənə seviyinin radikalı göstərdim. Hansı ki buna akrolein deyilir. Aromatik aldehidlərdə isə aldehid qrupunun fenil radikalına birləşərək benzaldehidin olduğunu göstərdim. Bu sadəcə nümunədir. Amma biz bunlar haqqında nümunə deyərək sırf sizinlə doymuş alifatik aldehidlər haqqında danışırıq. Doymuş alifatik aldehidləri adlandıranda beynəlxalq adlanmaya görə AL şəkilçisindən istifadə edirik. Aldehidlərin ümumi düsturu CNH2+1COH və yaxud da CNH2NO. Siz bunu 14+30, 14+16 düsturu ilə hesablaya bilərsiniz. Bir sözlə, doymuş aldehidlərin ümumi formulu CNH2+1COH-dır və ya CNH2NO şəklindədir. Birinci formulda, bax bu gördüyünüz formulda N karbohidrogen radikalında, ikinci formulda isə bütün molekulda olan karbon atomlarının sayını göstərmək olur. Məsəl üçün, uşaqlar bir nümunə deyim. Məsələn, 14+30 bərabərdir hansı bir olan aldehid 44. 14 bərabərdir 14, N bərabərdir bu 1. Aldığım bu bir sır alkil radikalında olan N'i göstərir. Yerinə qoysam CH3COH ala bilərəm. Amma ikinci düstur vasitəsindən hesablama aparsam 14+16 44, 14 bərabərdir 28, N bərabər 2-ni alsam, bu düsturda aldehidin içərisində bütün molekulunda olan karbon atomlarının sayını bilmiş olaram və C2H4O formula uyğun gələ bilərəm. Belə baxanda hər iki halda biz sirkə aldehidini əldə eləmiş olduq. Uşaqlar, aldehidlər üç cür adlanması var. Doymuş alifatik aldehidlər üç cür adlandırılır. Tarixi, səmərəli və beynəlxalq. Bir sözlə uşaqlar, tarixi adlanma tribal, səmərəli rasional, beynəlxalq adlandırılma, dünya miqyasında adlanmadır. İndi baxırıq ki, gəlin doymuş alifatik aldehidlərin nə olduğunu bir-bir nəzərdən hamamız keçirdək. Birinci aldehidimiz, ilk aldehidlərin birinci nümayəndəsi qarışıq aldehididir ki, fərqli olaraq aldehid qrupuna hidrogen atomu birləşmişdir. Birinci aldehidimizin adı tarixi form aldehid və ya qarışıq aldehididir. Tarixi adlandırılsa metanol şəkilçisi, metanol deyirik. Yəni axır şəkilçimiz A'dır. İkinci, sirkə asitaldehid səmərəli adlandırılsa sirkə aldehidi. Digər beynəlxalq adımız etanoldur. Üçüncü, propion aldehidindən söhbət gedir. Səmərəli adı metil sirkə aldehididir. Və deməli uşaqlar beynəlxalq adlandırsa propanal. 4 karbonu olan yağ aldehidi. İndi bir dəqiqə diqqətlə baxsa tutacaqsınız uşaqlar. Biz elə bir 2 karbonu olan karbonları darıya alaraq onlara sirkə aldehidi deyirik. Və deməli burada olur metil sirkə aldehidi, etil sirkə aldehidi, digər tərəfdə propil sirkə aldehidi, digər tərəfdə butil sirkə aldehidi deyirik. Yəni 2 karbonu olan aldehidi darıya alaraq biz onlara nətər deyim sirkə aldehidi deyirik. İndi
propion aldehidi, yağ aldehidi, valerian aldehidi, kaprol aldehidi. Səmərəli rasional adlanmanı dedim, keçdim beynəlxalq. İçində 3 dənədirsə propanal, 4 dənədirsə butanal, 5 dənədirsə pentanal, 6 dənədirsə heksanal aldehidi adlandırılır. İndi diqqətlə baxırıq. İzomerlik. Aldehidlər də var, quruluş və optiki izomerlik. Eyni zamanda siniflər arası izomerlik də mövcuddur. Deməli, quruluş izomerlik başlasın butanal. Gördünüz uşaqlar. Mən yazmışam butanal və ya yağ aldehidi. Bir də üzr istəyirəm, mən sizə onun birinci adlanmasını deyim. Beynəlxalq adlandıranda həmişə aldehid qrupundan başlayıb nömrələnmə aparırıq. 3 metil butanal və yaxud da uşaqlar 2 metil propanal. Ola bilsin ki, burada 2 dənə radikal qoydum. 2-3 dimetil uşaqlar butanal və s. və ilahi adlandıra bilərik. İzomerlik və aldehidlərdə onu da xatırladım ki, bütün karbon atomları sp3 demir. Aldehidlərdə bütün karbon atomları sp3 olmaqla bərabər həmişə birinci karbon, bax bu gördüyünüz karbon, bu birinci telegram bu karbonlar sp2 hibrid vəziyyətindədir. Deməli, aldehidlərdə bir karbon sp2 hibrid vəziyyətində olur. Və burada digər karbonlar isə sp3 hibrid vəziyyətindədir. Aldehidlərdən izomerlik başlayır butanaldan, quruluşdan söhbət gedir. Onun elə bir ki, burada biz bir səhvliyə yola vermişik, üzrlü sayın. CH3, aha, baxırsınız uşaqlar, butanalına fikir verin. 1, 2, 3, 2 metil propanal bir-birinin quruluş izomeridir. Yəni, yağ aldehidi ilə izoyağ aldehidi bir-birinin quruluş aldehididir. Uşaqlar, bəs digər aldehidlər deyəndə nə başa düşə bilərik? Mən sizə, məsəl üçün, digər aldehid dedikdə, siniflər arası aldehid haqqında danışa bilərəm. Siniflər arası aldehidlərdən biz danışanda, məsəl üçün, CH3, məsəl üçün, CH2, COH, bir də yazıram CH3 uşaqlar, CO, CH3. Diqqətlə fikir verin uşaqlar. Deməli, propanal ilə propanon bir-birinin sinif arası izomerləridir. Bax, bu aldehid qrupunun funksional qrupudur. Bu isə keton. Bax, gəlin belə səliqəli yazın ki, daha siz bunu aydın görəsiniz. Və görürsünüz, karbonlar, hidrogenlər, hətta emerlər eynidir. Lakin quruluşlar bir-birindən fərqlidir. Deməli, aldehidlər və ketonlar bir-birinin sinif arası izomeridir. Ketonlar isə 3-dən başlayır. Bəs optiki izomerlik deyəndə nə nümunə göstərə bilərik? Mən sizə nə demişəm? Sanki bir karbon atomu 4 tərəfdə müxtəlif atom və atomlar qrupları ilə birləşdirilmişdir. Məsəl üçün, nümunə kimi mən sizə nə göstərə bilərəm burada? Məsəl üçün, uşaqlar, burada nümunə kimi, məsəl üçün, CH3, deməli, CH2, ən az sayda, minimum sayda karbonu olan bir aldehid göstərə bilərəm ki, bir tərəfinə metil, bir tərəfinə etil, bir tərəfinə H, bir tərəfinə aldehid qrupu birləşir və bu burada bizdə nə izomerlik əmələ gətirir, optiki izomerlik əmələ gətirir. Deməli, indi isə sizlə aldehidlərin alınma reaksiyasına keçdik. 2 cür alınmamız var, həm laboratoriyada, həm sənayedə. Uşaqlar, laboratoriyada almaqdan ötəri biz bir spirtin üzərinə miski oksid, kalium permanganat və hidrogen peroksidin oksidləşməsi ilə təsirindən ala bilərik. Baxın, bu birli spirtimizdir. Birli spirtin üzərində kuprum 2 oksid gəldikdə kuprum çıxır sərbəst. OH və hidrogen eyni karbon atomundan çıxartdım, su çıxdı. Yerdə qaldı aldehid və yaxud da yenə sərbəst misir çıxartdım. OH və hidrogen atomunu çıxartdım su və qarışıq aldehid alındı. Uşaqlar burada bir şey fikir verməlidir ki, spirtlərdə karbon sayı nə qədərdirsə, aldehidlərdə də eyni olmalıdır. Düzdür, bu cür olacaqdır uşaqlar. Spirtlərdən atomun oksigen iştirakı ilə oksidləşdirməklə mən aldehidləri əldə elədim. Yəni 14 plus 18-dən
14 plus 16 olan aldehid əldə elədim. İndi baxın axırıncıya, yenə də propil spirtindən bir OH1 hidrogen su molekulu çıxdı, sərbəst sayıldı və propanol 1 propanola çevrildi. Siz fikir verirsinizmi? Propanol 1 propanola çevrildi. Yəni birli spirtlərdən mən aldehid əldə elədim. İndi isə biz sizinlə keçdik bunların sənayedə alınmasına. Sənayedə alınması dedikdə doymuş bir atomlu spirtlər katalizatorun iştirakı ilə uşaqlar dehidrogenləşdirilir. Dehidrogenləşdirilmək nə deməkdir? Aldehidlər spirtlərin dehidrogenləşmiş formasıdır. Fikir verin, al və dehid, yəni alkoqolların hidrogen çıxarma versiyası. Yəni buradan mən hidrogeni çıxartmaqla, ayırmaqla mən aldehidi əldə eləmiş oluram. Və yaxud da indi keçdik başqa bir misala, alkanlardan metan oksidləşən zamanı qarışqa aldehidi adlanır. Üçüncü alım üsulu Kucherov reaksiyasıdır. Asetil və duzların iştirakı ilə hidratlaşanda sirkə aldehid əmələ gəlir. 7-ci reaksiyamız alkenlərdən etil sırası karbohidrogenlər oksidləşən zamanı mis, dəmir və palladium duzların iştirakı ilə bu zaman nə aldehidinə çevrilir? Sirkə aldehidinə çevrilir. Bir sözlə uşaqlar, aldehidlər hidrogenləşərsə birli spirt, ketonlar hidrogenləşərsə ikili spirt əldə olurlar. Məsəl üçün, gəlin biz bunlara nümunə yazaq. Məsələn, aldehid, bir dənə misal yazım sizə. Aldehid, üstə gələk hidrogen. Baxırsınız uşaqlar, pirapita qırılır. Qırılan zamanı karbon, hidrogen, hər tərəfi bir hidrogen atomu birləşirsə, bu zaman CH3 OH birləşməsi alınır. Deməli, aldehidlərin hidrogenləşməsi zamanı biz bunlardan neçəli spirt alırıq? Birli spirt əldə eləmiş oluruq. İndi isə mən sizə nə demək istəyirəm? Aldehidlərin kimyəvi xassəsi haqqında. Kimyəvi bağışlayın, birinci fiziki xassəsini deyək, daha sonra isə kimyəvi xassəsi haqqında danışaq. Fiziki xassəmiz nədir? Aldehidlərin ilk birinci nümayəndəsi olan qarışqa aldehidi aqreqat halına görə qazdır və suda çox gözəl həll olur. Suda həll olan zamanı bu zaman bizə 40%li məhlul formalin məhlul əmələ gətirir. Digər aldehidlərdən sirkə aldehidi aqreqat halına görə qaz, o bağışlayın, mayedir və suda həll olma qabiliyyətinə malikdir. Sonraki nümayəndələr ali, maye haldadır, amma ali aldehidlər isə artıq bərk haldadır. Aldehidlərin sistemolojisinin ilk üzvlər suda yaxşı həll olur. Molar kütləsi artdıqca onların təbii ki, suda həll olmaları azalır, amma izomerdir, sıxlıqdır, qaynama temperaturlarıdır, emirdir. Bunlar artıq arta-arta gedir. Aldehidlər arasında hidrogen rabitəsi yaranmadığı üçün onların qaynama temperaturları eyni sayda olan spirtlərin qaynama temperaturundan təbii ki, aşağıdadır. Bir də qaldı kimyəvi xassəsi. Kimyəvi xassəsi zamanı aldehidlər oksidləşmə, polimerləşmə və birləşmə reaksiyası üçün xarakterikdir. Gümüş güzgü deyilən reaksiya var ki, sərbəst güzgünün alınma reaksiyası, gümüşün alınma reaksiyası. Bu sırf bütün aldehidlərə misal göstərə bilərik. Aldehidlər üçün, bağışlayın uşaqlar, aldehidlər üçün birləşmə, oksidləşmə, polimerləşmə reaksiyaları xarakterikdir. Aldehidlər hidrogenləşən zamanı birli spirt alınır. Bir atom qırılması nəticəsində hər qırılan bir hidrogen atomunu biz birləşdirməklə CH2OH formulunu əldə etmiş olaraq. Məsələn, siz fikir verirsinizsə, sirkə aldehidi hidrogenləşdirərək birli spirt aldım. Və yaxud da sabit üslubda belə yaza bilərik. Deməli, mən yaza bilərəm ki, CN H2NO hidrogenləşərək CN H2 plus 2O alınır. Yəni 14 plus 16-dan 14 plus 18 olacaq bir spirt əldə edirəm. Sonra uşaqlar, aldehidlər üçün ən gözəl reaksiya oksidləşmə reaksiyasıdır. Bütün aldehidlər demək olar ki, birləşmə hidrogenlə birləşərək birli spirtlərə çevrilirlər və bütün aldehidlər gümüş bir oksid ilə qarşılıqlı təsirdə olaraq
turşulara çevrilirlər və bu reaksiya gümüş güzgü reaksiyası sayılır. Reaksiya amonyakı da, gümüş peroksid amonyakda məhlulun iştirakı ilə gedir. Gördünüz, sərbəst gümüş ayrılır və oksigen atomu qrupa birləşərək turşuya çevrilir. Eyni zamanda aldehidlər misk hidroksidin təsiri ilə amonyakda məhlul ilə yen oksidləşirlər. Bu zaman rəngarəngli bir birləşmə alınır. Göy rəngli misk hidroksid sarı rəngli mis bir hidroksidə və sarı rəngli mis bir hidroksid qırmızı rəngli mis bir oksidə çevrilir. Və sadə şəkildə yenə belə yaza bilərik. CnH2NO atomar oksigenlə oksidləşərək CnH2NO2-yə çevrilir. Yəni 14N+16 aldehiddən mən 14N+32 ala bilərəm. Abituriyentlərin çox qəbulda düşmüş suallar budur. Birli spirtlərdən aldehid, ikili spirtlərdən keton, amma biz hələ ketonu keçmirik. İnşallah gələn dərslərdə izah edəcəm onu. Və aldehidlər hidrogenləşəndə birli spirtə, reduksiya olanda birli spirtə, aldehidlər oksidləşəndə isə turşulara çevrilir. Aldehidlərin yanma düsturudur. Aldehidlər üzvü maddələr kimi hamısı yanaraq karbon qazına və suya çevrilir. Aldehidlərdən polimerləşmə reaksiyasına qarışqa aldehidin polimerləşməsini göstərə bilərəm. Qarışqa aldehidin polimerləşmə reaksiyası zamanı uşaqlar poliformaldehid birləşməsi alınır. Polimerləşmə reaksiyası eyni zamanda birləşmə reaksiyasıdır. Formaldehidin polimerləşməsi nəticəsində xətti quruluşlu makromolekul poliformaldehid əmələ gəlir. Onun polimerləşməsinə səbəb ki, qat rabitənin təbii ki, qırılması olacaq. Sonra uşaqlar deməli aldehidlərdən daha nələr deyə bilərik? Qarışqa aldehidin bir üstünlüyü odur ki, o həm polimerləşir, eyni zamanda polikondensləşir. Polikondensləşərək polifenol formaldehid qətranı əmələ gətirir. O da ki, polikondensləşmə reaksiyasıdır. Polikondensləşməni polimerləşmədən seçməyə ard eləmək inşallah gələk dərslərdə izah edəcəyik, gələcək dərslərdə. Və nəhayət formaldehid amonyakla reaksiya girərək urotropin birləşməsini əmələ gətirir.